Aleykümselam ve rahmetullahi ve berekatuhu. Kanal adminlerine ister sosyal şebekelerde olsun, yani Telegram, Instagram ve diğer WhatsApp olsun ve diğer sosyal şebekelerde adminlik eden kanal sahiplerine tövsiyemiz odur ki, ettiği əməllərdə Allah ve Rasulunun tövsiyesidir. Ettiği əməllərdə təqvalı ve ihlaslı olmalardır. Allah Taala'nın bizden istediği de budur. Ve biz bilirik ki Allah Teala bu Kur'an-ı Kerim'de buyuruyor ki وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ. Halbuki onlara dini məhz Allah'a məxsus etmək əmr olunmuşdur. Yəni bu şəkildə ibadət etmək. Yəni buradakı muxlisin nə deməkdir? İxlaslı şəkildə. Yəni Allah Teala bizdən ixlaslı olmağı əmr edir. Və bu da əməllərin elə Allah qatında fayda verib verməyəcəyini ayırt edən ən böyük amildir. İnsanın ixlaslı olması. Və Şeyx Səadi Rahimullah elə bu ayənin təfsiri barəsində buyurur ki, Ey qasidinə bi cəmi' ibadətihim əz-zahirətü vəl-batinə vəcəllah. Yəni, zahiri və batini ibadət, bütün ibadətlərdə qəsd ancaq Allahın üzü olmalıdır. Allahın üzü yəni ixlasdır. Ancaq Allahın rızasını qazanmaq üçün etməlisən. Və necə ki, biz bilirik ki, əməllərin qəbul şərtindən biri elə ixlaslı olmaqdır. İkincisi isə sünnətə müvafiq olmaq. Sən nə qədər ixlaslı olacaqsansa bu dəvətdə, insanlara çatdırdığın bu elmdə, bu əməldə Allah Teala bunu səndən qəbul edəcək və sənin o dəvətinə bərəkət verəcək. Və mütləq şəkildə bilməsi gərəkən şey budur. Mütləq şəkildə. Mən bu əməli nə üçün edirəm? Mən bu kanalı niyə görə açmışam? Ancaq Allah üçün, ancaq Allahın rızasını qazanmaq üçün. Və ikinci məsələ fitnələrdən uzaq olmalıdır. Və insanlara lazım olan, insanlara fayda verən şeyləri paylaşmaqlarıdır. Və paylaşdıqları şeydə Allahdan qorxmalarıdır. Və bilməlidir ki, onun paylaşdığı hər bir şey ki var, qiyamət günü hər biri barəsində Allah Teala ondan soruşacaq. Yəni Allah Teala o əməldən soruşacaq. Və bunu hesab edərək paylaşım etməsidir. Bəzən görürsünüz, neçə kanallar var ki, hansı ki onlar Allaha sığınırıq, fitnə yaymaqla məşğuldurlar. Və çalışmalıdır ki, etdiyi hər bir dəvətdə, paylaşdığı hər bir şeydə muradı sadəcə insanlara fayda vermək, insanları Allah və Rasuluna çağırmaq, insanlara əməl öyrətmək olsun. Hansı ki, insanlar onun sayəsində öz cənnətlərini qazana bilsinlər. Və üçüncü tövsiyə də mütləq şəkildə özləri elm əhli olmasa da, məsələn, ola bilir ki, insan özü elm əhli olmasa da, o kanallarda daha çox təcrübə sahibidir və o kanalları aça bilir. Eyb etməz. Şərt deyil elm əhli olmaq. Lakin şərt olan odur ki, o kanal elm əhlinin nəzarəti altında olsun. Elm əhlinin nəzarəti altında olsun. Xüsusən də fitnələrin asanlıqla yayıldığı bu sosial şəbəkələrdə elm əhlinin nəzarəti olmadığı ucbatından insanlar arasında fitnələr artıq asanlıqla yayılır. Ona görə mütləq şəkildə elm əhli ilə müzakirə etməli, elm əhlinin nəzarəti altında olan paylaşımları etməli. Əgər paylaşımlarda bir xəta varsa düzəliş etməli və bu şeylərə ciddi şəkildə riayət etməlidir. Və sonuncu tövsiyə isə çalışmaq lazımdır ki, insanlara fayda verən şeylər olsun. Paylaşdığınız şeylər. Ancaq da əməllə bağlı olan şeylər. Çünki insanları əmələ çağırmaq, Allah və Rasuluna çağırmaq, yəni insanların əməl etməsi. Çünki bəzən görürsünüz ki, paylaşımlar edilir, lakin oradakı əməllə bağlı bir şey yoxdur. Müəyyən qissələr və s. belə şeylər. Lakin yaxşı olar ki, bugün dəvətdə ən çox ehtiyac olan şeylərdən biri də əməllə bağlı olan məsələlərdir. İnsanlara dinini öyrətməkdir. İnsanlara ibadət şəklini öyrətməkdir. Fikir məsələləri öyrətməkdir.
ibadət məsələlərini öyrətməkdir. Və bundan sonra da bunu əsas götürüb və digər şeyləri də əlbəttə paylaşmaq olar. Bəli, mütləq şəkildə, yəni elm əhlinin nəzarəti mütləq şəkildə olmalıdır. Və bundan sonra da edəcəyimiz dua odur ki, Allah Taala hər bir, yəni bu işdə əməyi olan qardaşların əməyinə Allah Taala bərəkət versin. Allah Taala onları haqq üzərinə sabit etsin. Ayaqlarını, qədəmlərini qorusun və onları fitnələrdən qorusun. Və bu özü də bilsin ki, bu dəvətdir, Allaha çağırmaqdır və Allah Taala onları ixlaslı etsin və bu şeydə faydalı etsin. Allahümmə amin. Selamun aleyküm və rəhmətullah.